Elə bir insan yoxdur ki, baş ağrıları ilə həyat boyu rastlaşmasın və bu cəmiyyətdə ən çox rast gəlinə bilən simptomlardan biridir. İlk olaraq baş ağrıları etiologiyası, şiddəti, təzyiqi müəyyən edilməlidir. İlk addım düzgün spesifik diaqnozun qoyulmasıdır. Əsasən xəstələr baş ağrılarının ciddi bir problem olduğunu düşünürlər. Baş ağrıları iki hissəyə bölünür ki, birincili və ikincili baş ağrıları. Birincili baş ağrıları hər hansı bir əsas xəstəliklə əlaqədar deyil. Miqren, gərginlik baş ağrıları və s. birincili baş ağrılar vardır. İkincili baş ağrılar əsas xəstəliyin səbəbindən baş verir. Bura beyin şişləri, damar mənşəli və digər mənşəli xəstəliklər aiddir. Birincili baş ağrılardan miqren ən geniş yayılan baş ağrılardan biridir. Belə ki, miqren bir, nadirən iki hissəni əhatə edir. Bu ağrılar güclü, əzabverici, pulsasiya edici ağrılardır və bir neçə dəqiqədən bir neçə saata qədər davam edir. İntensivliyinə görə orta ağır və ağır formada olur. Miqren ürək bulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə müşahidə olunur. Miqrenin müalicəsi dedikdə ağrıların tamamilə aradan götürülməsi deyilən bir fikir yoxdur. Belə ki, ağrıların sıxlığının azalması nəzərdə tutulur və müalicədən sonraki dövrdə xəstənin qidalanmasına, yuxu rejiminə, iş rejiminə diqqət etməsi məsləhət görülür.